Herkese salam, mən Hacıyev Ayxan. İncəsənət Fakültəsinin Vokal Kafedrasının muğam sinfinin 2-ci kurs tələbəsiyəm. Mən Hüseynov Həbib, Qarabağ Universitetinin İncəsənət Fakültəsinin Vokal Sənəti ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Mən İsmailov İsmail, Qarabağ Universitetinin İncəsənət Fakültəsinin Vokal Kafedrasının xanəndəlik ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Mən Fərzəliyev Kamil Adiloğlu, Qarabağ Universiteti İncəsənət Fakültəsi Vokal Kafedrasının Vokal ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Mən İsmail Hüseynov, Qarabağ Universiteti İncəsənət Fakültəsinin Vokal və Vizual Kafedrasının 2-ci kurs tələbəsiyəm. Mən Abbasov Milad, Qarabağ Universitetinin Vokal Kafedrasının 2-ci kurs tələbəsiyəm. Aytəz Məmmədli, Qarabağ Universitetinin İncəsənət Fakültəsinin 2-ci kurs tələbəsi, Vokal Fakültəsində oxuyuram. Abdullayeva Elnarə, Qarabağ Universitetinin İncəsənət Fakültəsinin xanəndəlik ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Mən Səma Sultanova, Qarabağ Universitetinin 2-ci kurs tələbəsiyəm, ilk xanəndə tələbələrindən biriyəm. Mən Xədicə İsmixanova, Qarabağ Universitetinin İncəsənət Fakültəsində xanəndəlik ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Mən Fətəl Yamanayla, Qarabağ Universitetinin xanəndəlik üzrə 2-ci kurs tələbəsiyəm. Mən Gülyev Ayşə, Qarabağ Universitetinin İncəsənət Fakültəsinin xanəndəlik ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Doktor Amil Əşimli, Qarabağ Universiteti İncəsənət Fakültəsinin Vizual və Vokal Sənətlər Kafedrasının müəllimiyəm. Bugünkü dərsimiz sizinlə belə bir tapşırığımız var, qrup işi kimi. Bir müzakirə edəcəyik. Bugün musiqimizin bugünü, tədrisimiz, yəni bunun hamısı haqqında bir müzakirə edəcəyik. Birinci Səma səndən bir sual soruşmaq istəyirəm. Niyə bu fakültəni seçdin? Niyə bura gəldin? Çünki Qarabağ muğamın beşiyidir. Mən də istədim ki, Qarabağın ilk xanəndə tələbələrindən olum. Bununla da fəxr edirəm. Səncə buradakı təhsil sənə nə verəcək? Yəni necə baxırsan məsələyə? Gələcəyə necə baxırsan? Savadlı xanəndə müəllimi olmağı düşünürəm. Özümü Qarabağ Universitetinin ilk tələbə xanəndə müəllimlərindən biri olaraq görürəm. Yəni savadlı kadr. Əslində hamımızın adı bir tarixə yazılır, düzdür? Bəli. Tarixə yazırsınız, tarixə yazılır. Məndə xanım, gələcək karyeranı harada görürsən, yəni harada davam edəcəksən? Bitirdin bakalavriatını, inşallah magistrata oxudun. Harada davam edəcəksən, harada işləyəcəksən, nə iş? Mən gələcəkdə müəllim işləmək istəyirəm. Musiqi məktəbində, yəni universitetdə də ola bilər. Universitet olması üçün nələr eləmək lazımdır? Universitetdə müəllim olmaq üçün nə etmək lazımdır? Daha savadlı olmalıyam. Magistratura bitirmalıyam. Məncə sən fikirləşmirsən belə, gələcəkdə nəyi araşdırmaq istəyirsən, yəni ixtisasına bağlı? Nəyi araşdırmaq istəyirəm? Nəyi araşdırmaq istəyirsən, nəyi ədəbiyyata gətirmək istəyirsən, hədisə gətirmək istəyirsən? Sən də müəllim olmaq istəyirsən gələcəkdə? Harada müəllim olmaq istəyirsən? Qarabağ Universitetində. Qarabağ Universitetinin İncəsənət Fakültəsində müəllim olmaq istəyirsən, çox gözəl. Burada bir müəllim olmaq üçün bəzi şeylər araşdırmaq lazım olacaq, mütləq.Ədəsədəcək gələcək. Səndə muğam səsi tam tətbiq olunur? Yox. Bir boşluqdur, düzdür? Bu bir boşluq. Biz muğamı keçirik, amma muğam səsini tətbiq eləmirik. Bunu araşdıra bilərsən. Araşdıra bilərəm. Necə araşdırırsın? Muğam səsinin fizikası. Baxın, bunu araşdırmağa dəyərmi? Dəyər. Elə sən də düşünürsən? Mən barədə mən. Elə bu barədə. Olar məncə. Məsələn, musiqi məktəblərində belə dərslər tədris olunur da, vokalogiya olsun, nəfəs məşqləri olsun. Məncə bunlar orada da keçirilsə yaxşı olur. Nihat, səncə bax, biz vokalogiya keçirik, üzrə artıq bilərsiniz. Səncə bu sizin həm təhsilinizə, həm də gələcək karyeranıza nə kimi təsir olacaq? Təsiri var mənim. Çünki mən əvvəl şəxsən özüm nəfəsimin necə idarə eləmək olduğunu tam dəqiq bilmirdim. Düzgün nəfəs almaq, düzgün oxumaq, ümumiyyətlə daha çox ağzına nəfəs alırdım, bununla çox nəfəs almırdım. Bu dərsin məncə belə bütün xanəndələrə xeyri var, nəinki mənə. Məncə bu bəzi yerlərdə dərs keçirsə daha yaxşı olur. İsmail, səndən soruşacağım. Nihat deyir ki, nəfəs almanı dəyişdirdim. Sən də dəyişdirdin mi? Təbii ki, məndə elə işlər oldu. Dəyişdirdin. Yəni oxumağınıza təsir elədi mi? Bəli. Yəni normal diafragmatik tənəffüsə keçəndən sonra, daha düzgün nəfəs alandan sonra muğam oxumağında çətinlik oldu mu yoxsa? Çətinliklərim azalıb. Çünki nəfəs alan zaman daha geniş nəfəslə oxuduğumuz üçün
daha rahat oxumaq olur. Bunu Yolun- sənət müəllimində qeyd edirmi, yoxsa eləməmi? Yəni elə bir dəyişiklik olduğunu deyilmi? Deyil, o da deyir ki, yəni səsində və oxumanda, Ez məktubda səsində və oxumanda dəyişikliklər var deyil. Qeyd edir. Kamil, səndən bir soru soruşum, yaxşı. Muğamda nəfəs alma biraz daha fərqlidir. Vokalda. Vokalda sizdə biraz daha fərqlidir. Siz çünki klassik vokalı keçirsiniz və nəfəs məşqlərini keçirsiniz, düzdür? Və siz bir çox şeyi bilirsiniz əslində. Yaxşı, sizin fikrinizdə nəyisə dəyişdimi və ya bildiklərinizdə nəyisə dəyişdimi? Nəfəsi tam almaq da biraz çətinlik çəkirdi. Belə ya düzgün almaq, o düzgün nəfəs idarəsi də elə bir şey. Yəni bilsən də çətinlik çəkirdi, yoxsa onun texnikasını bilmirdi? Texnikasını biraz bilmirdim. Belə əslində çox da yəni əslində müəllim bizə keçirdi müəllim. Yəni biz də burada daha yaxşı öyrəndik. İsmail, xanəndə mi olasan, vokalist mi? Təbii ki, xanəm. Xanəndə olasan. Fikrini dəyişmədi. Xanəndə olacaqsan və gözəl. Yaxşı, necə bir xanəndə olasan? Müəllimdən bəhrələnəcəm, savadlı bir xanəndə olacaq. Savadlı xanəndə bax, bu sözü istəyirdim eşitmək. Savadlı xanəndə kimdir? Savadlı Onun xanəndə, tərifini deyə bilərsən. savadlı xanəndə demək olar bütün muğamların ifasını düzgün oxuyan, yəni yerində oxuyan, qəzəlləri yaxşı bilən. Sonra səncə savadlı xanəndə kimdir? Pedaqoji fəaliyyəti düzgün olan, pedaqoji fəaliyyətlə düzgün məşğul olan və özü nə qədər tanınıbsa, özündən sonra sonrakı nəsil tələbələri də o cür tanınan şəxslər məncə savadlı xanəndələrdir. Axı, nə etmək lazımdır savadlı olmaq üçün? Mən belə fikirləşirəm ki, savadlı xanəndə olmaq üçün ilk öncə hər şeydən qabaq biz milli mənəvi dəyərlərimizi öyrənməliyik. Ondan sonra gələn bizim elmi dərslərimizi öyrənməliyik, notlarımızı öyrənməliyik, muğamın düzgün ifasını öyrənməliyik. Dialektimizdə savadlıq olsun, əsas odur. Çünki biz gələcəkdə pedaqoji olaraq fəaliyyət göstərəcəyik. Bu da bizim tələbələrimizə qarşı göstərəcəyimiz ən birinci olaraq bizim dialektimiz olacaq, danışıq tərzimiz olacaq. Bu da gələcək nəsillərə ötürəcəyimiz elə bir növlü savadımızdır. Sənin bir təcrübən var, düzdür? Sənin bir təcrübən var, bir televiziya təcrübən var, bir müsabiqə təcrübən var. Səncə gələcək həyatınız rahat mı olacaq? Xeyr, təbii ki. Xeyr, təbii ki, rahat olmayacaq. Niyə? Çünki xanəndə olmaq ümumiyyətlə ağır sənətdir. Yəni biz burada həm hərəkətimizə, həm danışığımıza fikir verməliyik və efirlərdə əsasən danışığımıza fikir verməliyik ki, qalmaqala necə deyim, düşməyək, qalmaqalla tanınmayaq. Biz səsimizlə, sənətimizlə tanınaq. Yəni hər yerdə özümüzü xanəndə olaraq tanıtmalıyıq. Gələcəkdə tələbə ailə, bir müəllim ailə necə görmək istəyir? Məsələn, istəyirəm ki, yəni, savadlı kadrlardan biri olum, tanınmış şəxslərdən biri olum. Öz ustadım kimi 10 il sonra gezmişik. Necə? Öz ustadın kimi necə? Muğamları yaxşı öyrənə bilərdim. İsmail, sən də sən tamamla fikrin. Məncə muğamda oxunmayan bəzi gülşələr var, yəni bəzi hissələr var. Onlar oxunsa, yəni elə bir tanınmaq olar. Yəni improvizasiya eləmək olar muğama bəzi. Söhbət sizin tək tanınmanızdan getmir. Söhbət gələcəkdə necə müəllim olacaqsınız ondan gedir. Yəni öz tədrisinizdən nəyi dəyişərdiniz? Qeyri-adi oxunuşumuzla. Daha da biraz belə genişləndirdiniz və ya qısaldardınız və ya bilmirəm artıq yəni necə bir yenilik, müəllim kimi necə bir yenilik eləmək istəyirsiniz? Sadəli çox oxuyan da var. Daha çox fərqli oxuyanlara daha çox üstünlük verirlər. Məncə istəyərdim elə mən də özüm fərqli oxuyum. Mənə də elə fərqli bəyənsinlər. Xarda bu son zamanlar biz bunu gördük, düzdür? Yeni lamplar gətirirlər, bəlkə də. Bu cür bir dəyişiklik istəyirsiniz, yoxsa necə? Fərqli boğazlar. Musiqidə gördük də bunu, düzdür? Burada neyəm? Yəni muğamda nə? Fərqli boğaz da nə, məsələn? Yəni iki muğamı yəni birləşdirmək olar, bəzi boğazlar. Məsələn üçün Şorla Bakıraz muğamlarını birləşdirmək. Nə olarmış? Yəni fərqli bir şey olur. Hər iki muğam şöbələrindən bir şey birləşdirirlər. İmprovizasiyalarla, məsələn, Şuradan Bakıraza keçmək. Nə oldu göstərmək olur? Tam mı keçmək?
Müəyyən bir Zəncirlərlə özün düşə bilərsən məsəl üçün. O bir var stabil saxlayasan, onu düşmək də həqiqətən asan bir şey deyil. İsmail səncə bu olar mı? Ola bilər, yəni bu pis bir şey deyil. Mənə görə pis bir şey deyil. Yəni buradan şur oxuyursansa əgər şöbə uyğun gəlirsə, sən oradan improvizasiya eləyib və yaxud da əgər o qədər musiqi savadın ona yön verirsə, sən ona bayat şiraza çevirə bilərsən. Məsəl üçün şurada bir şöbə var, Sarənd şöbəsi. Segah'a daha çox bənzəyir. Segah da yəni Sarənd özü elə bir muğamdır ki, bəzi muğamlara yəni çox muğamı keçirir. Bakıraz olsun, Çahargah olsun, yəni çox muğamlar keçirir. Orada məsəl üçün yəni Bakıraza keçmək olar. Çox istəyərdim ki, gələcəkdə lap elə universitetimiz daxilində xanəndələrlə vokalistlər bir arada bir neçə əsərlərimizi biz improvizasiya edib birləşdirək. Zaten onlar da bizim əsərlərimiz də bəstəkar əsərlərdir. Bəstəkarlarımızın çoxsu da onu xalq musiqisindən götürüb yazıblar da, xalq mahnılarından və yaxud da bizim muğamlarımızın üzərində qurulan əsərlər. Elə bir şey eləsək, məncə daha yaxşı olar. Bizə nə verəcək o improvizasiya? Musiqimizə nə verəcək, mədəniyyətimizə nə verəcək? Yəni? Biz öz milli musiqimizi dünyada vokal musiqisi ilə bir araya gətirib daha çox tanıda bilərik. Müasir dövrümüzdə bu musiqimizin tanınması üçün bir müsbət rol oynaya bilər Aydac. Keçən Euroviziyada xanəndə mahnısı ilə, xanəndə ifası ilə estradanı birləşdirmişdilər və bu çox gözəl alınmışdı. Yəni mən həm insanları cəlb eləmişdi özünə, həm də belə çox super almışdı. Mən də çox bəyənmişdim. Bir əsər var, adı Laçındır, xalq mahnısı. Onu həm xanəndə üçün də oxuya bilinir, həm də vokal üçün də hazırlanır. Mən fikirləşirəm ki, yəni bir partiyasını vokal kimi, bir partiyasını xanəndə kimi falan oxusaq, bəlkə yaxşı bir nəticə göstərər. Yəni olur mu ya? Onlar əslində onlar. Məsələn, o vokal partiyasını oxuyanda arxa fonda da kiçik bir muğam paylaşması belə. Hə? Bilmirsən Laçın mahnısı? Eşitmişəm amma belə tam yox. Hansı Laçındır? Qısaca oxu. Bilmirsən onu? Belə də tam yox. Kim bilir? Mən. Bərsnamə kilidi yazsan. Xədicə, Qarabağ Universitetində oxuyasın, iş keçsən, elə mi inşallah? Magistratuda mı almaq istəyirsən? Qarabağ Universitetində əsasat burada oxumaq istəyirəm. Səslərimizdə bir fərq var mı? Bax, sən Qubadan gəlmirsən, düzdür. Qubadan çox mu xanəndə çıxır? İndi mən Qubalıyam, görürəm ki, Qubada çox oxuyan var da, amma üzdə deyirlər və çox insan da tam, yəni bilmir, tanımır. Məşhur tanıdığım bir xanəndə var mı? Tanıdığım, bəlkə biz bilmirik Qubalı olub, amma Fatma Məhrəliyeva var, əməkdar artist. Fatma Məhrəliyeva. Həm Kəsmə Şikəstənin ilk ifaçısı olub, həm də Qubanın ağalmasını oxuyub. Səsimi daha çox Fatma Məhrəliyeva oxşatırlar. Yəni, Qubalıların səsində bir şirinliyi var. Həm oğlanların, həm də qızların. Bu həqiqətən bir həqiqətdir də. Çox... Mən burada tək Qubalıyam da, yəni çox insan olsa bilinəcək yəni. Kəsmə Şikəstənin bir balaca oxuya bilərsən. Sinema balam, badam, sevgilim, ah. Demək ki, də balam, sənə yadam, sevgilim, qara gözlərinə qurban oldum ey. Fatma Məhrəliyevin Qubalı olduğunu biləniz var idi içinizdən. Kəsmə Şikəstəni onun qədər gözəl oxuyan bir nəfər də var, o kimdir? Səmlər Əvli. Səmlər Əvli salamlayır. Hə, Səma. Bir növbəti müsabiqə olsa yenə gedərmi? Təbii ki. Niyə? İstəyirəm ki, bütün müsabiqələrdə həm adım olsun, həm xalqımızın gözündə olum. Yaxşı, gözdə olmaq yaşayışına nə qədər bəxt olsa alınır məsələ? Nə qədər çətinlik yaradar səncə? Nə qədər çətinlik yaradar? Gözdə olmaq asandır.
Xeyr, təbii ki, asan deyil. Sevə də bilərlər, sevməyə də bilərlər, qınaq obyekti də olmaq olur. Yəni bütün şərhlərə müsait olmalıyıq biz. İsmailov, Səma bayaq dedi ki, danışığımıza gələk ki, problem olmasın, qalmalar olmasın. Tək budur mu məsələ? Məsələn, düşün ki, gələcəkdə bir məşhurdur, xanımlısan, konservatoriyada müəllimsən, bəlkə kafedə müdürsən, bəlkə rektorsan, dekansan, kimsən. Çox tanınırsan. Necə bir həyatın olmalıdır? Necə bir həyatın olacaq elə olsun? Disiplin. O disiplin harda olacaq? Yəni həyatın hər tərəfində bir disiplin olmalı, düzdür? İnsanlar, baxın, bir məsələ var. İnsanlar kimi görürlər? Ən çox gördüyü adamlar sənətçilərdir. Və sənətçilər əslində qalanda bir dəb gətirirlər. Həm geyimi dəb gətirirlər, həm danışıq dəb gətirirlər, həm duruş. Ayağının sözündən desək dəb gətirirlər. Necə olmalısan yəni? Nə eləməlisən? Bir dada-babadan xanəndələr, yəni klassik geyimdə, ağır yana özünü aparıblar da bütün tədbirlərdə, yəni il içində də, xalq içində də. Mən də çalışıram ki, yəni elə bir insan olum da. Yəni indiki bəzi xanəndələri nəzərdə tutmuram, yəni bəzi müğənnilər var ki, yəni dava, dalaş, bu şeylərdən uzaq olmaq lazımdır. Nəyə lazımdır? Nihat, buyur. Mən birincisi xanəndə nə olur olsun, ağır başlı olsa da birincisi insanlığı olmalıdır. Ümumiyyətlə bu təkcə xanəndəyə aid olan bir şey deyil, bu hamıya aid olan bir şeydir. Qıraqdan deyə bilərlər, məsəl üçün bu belə oxuyur, bu məsəl üçün belə ifa eləyir, belə çalır, nə bilim, hər nədə. Amma insanın insanlığı olmayanda həqiqətən deyirlər ki, məsəl üçün qəşəng ifa eləyir, amma insan deyil. Əsas da insanlığı olmalıdır. Yəni siz bir tam olmalısınız da, yəni bu nə dedik? Hər tərəfli olmalıyıq. Həm mədəniyyətin içisiniz, həm ölkənin içində ölkəni təmsil edirsiniz, həm ölkədən çöldə ölkəni təmsil edirsiniz. Bu əldən artıq önəmli bir məsələdir. Bunu bizim dərk eləməmiz lazımdır. Bu çox önəmli məsələdir, dərk eləməliyik ki, biz bu həqiqətən də sağlamlı üstünlüyün. Televizoru boş verin, qapınızı açıb çölə çıxacaqsınız, qapı qonşumuz o belə sizə baxacaq ki, indi Nihat bəylə çıxdı oradan. Yaxşı. Niyə belə getdi bu günləri və yəni hər yerdə göz qabağında olmuş olursunuz və dediyim kimi bir dəb gətirmiş olursunuz yəni. Bir trend deyirsiniz, müasir deyilən desəkdə trend. Səma, geyim keçim məsələsi dedik, düzdür? Biraz daha öncəkilər kimi geyinməyə necə baxırsınız məsələn? Necə? Baxın, məsələn bizdə o yoxdur təəssüf. Amma mən Orta Asiya ölkələrinin hamısında olmuşam, bütün hamısında. Və onlar çox önəm verirlər və çox milli geyimlərlə gəzirlər. Əslində mən də istəyərdim. Belə bir, baxın, burada bir dizayn fakültəniz də var. O dizayn bilmirəm, orada geyim, dizayn falan da böyük, mən dəqiq içini bilmirəm amma bax, istəyərdiniz ki, sizin üçün, həm oğlanlar üçün, həm sizin üçün fərqli bir dizayndır geyimlər üçün. Həm bu Qarabağ Universitetini bir təmsil edən bir geyim olsun, həm bir forma olsun. Yox, eyni forma, o bəlkə də monoton olar da, amma bir geyim stili, yəni amma biraz belə daha klassik bir geyim stili. Yəni buna necə baxırsan, yəni belə bir şeyin olmasını istəyirsən yoxsa? Təbii ki, istəyərəm. Həm Qarabağ Universiteti adı olaraq seçilməyi istəyərəm. Çünki bu universitet bir ilkdir. Bu universitet elə-belə alınmayıb. Bu universitet bizim şəhidlərimizin qanı əsasında alınıb. Mən istəyərəm ki, həm geyimimizlə seçilək, həm uğurlarımızla seçilək. İsmail, başında buxara papaq. Sonra əynində yenə bu babalarımızın geyindiyi kimi bir paltar, bir uşaq. O cürə gəzməyə necə baxırsan? Yəni ən çox orada nə deyim? Amma qəlyansız. Yəni bir müğənni qəlyanı olsa belə heç də qəlbək olmamalıdır. Necə olur səncə? Belə bir trend başlasınız. Baxın, bunu siz edəməyəsiniz, siz gənclərsiniz. Siz bunu sabah bütün üçünüz, beşiniz geyinsəz, o artıq 30-50, sonra 300-500, 30 min 50 min olacaq. Yəni belə bir trend başlamağa nə deyirsən, belə bir şey yersiniz yoxsa? Necə olarsın? Ayxan, necə olar? Mən fikirləşirəm. Sən biraz mediatik adamsan da, nə fikirləşirsən bu barədə? Mən fikirləşirəm ki, həqiqətən biraz bu yaxşı mövzudur, söz nəsil mənasında desək. Çünki Qarabağ Universiteti
həmin o misal üçün mən geyinəcəm, İsmail geyinəcəm. Misal üçün incəsənətdən bir 50 nəfər geyinsə, bunu sosial şəbəkələrdə paylaşacaqlar. Tutalım bizim öz Instagram səhifəmizdə paylaşacaqlar və bu getdikcə necə deyim, ölkədə nümayiş olunacaq və ondan sonra Qarabağ Universiteti öz fərqliliyi ilə seçiləcək. Bu da yəni necə belə açıq deyək ki, bizim üçün çox plusdur, bizim gələcəyə, bizim qabağa getməyimiz üçün. Kamil, burada da bir improvizə eləmək olarmı? Yəni burada da bir sintez eləmək olarmı? Klassik və milli geyimin sintezi necə görürsən? Var necə bir şey var? Necə ola bilər o cürə? Düşün ki, buxarı papağın var, başında bir qalstukun da var. Amma bir uşaq da tapırsan. Uyğun gəlməz. Uyğun gəlməz mi? Amma bir dizaynerdən danışsanız bəlkə də onu düzəltmək. Biz bayaq söhbət eləyirdik ki, milli mənəvi dəyərlərimizi qorumalıyıq. Bu milli geyimlərdə bizim milli dəyərlərimiz sırasında elə öndə dayanır. Hansı ki, biz hansısa bir muzeyə gedəndə, hansısa bir eksponat izləyəndə bizim əvvəlki dövrlərdə geyindiyimiz qadınlarımızın geyimləri olsun, kəlağayları olsun. İndinin özü də bizdə kəlağayı günü keçirildi. Qarabağ Universitetinin nə qədər tələbəsi kəlağayı geyindi və ondan şəkil çəkdirdilər bizə. Mən səndən soruşacağım. Baxın. Bu nəyə görə lazımdır bizə? Nə belə? Bu cür bir sintez edib, paltar geyinməyə, milli, biraz daha klassik, milli, bu bizə nəyə görə lazımdır? Yəni bunu geyinməyə dəyərmi, dəyməz bu bəlkə? Olur əslində məncə, hətta var. Mən o gün Kəlağay festivalına baxırdım, sosial şəbəkədə izləyirdim. Yəni görmüşdüm ki, müasir geyimləri milli üslublarla sintez ediblər. Məsələn, sarçıqanın üzərinə milli detallar yapışdırıblar. Məncə milli detallarımızı, necə deyim, xarici ölkələrdə tanıtmaq üçün yaxşı bir şeydir. Nailə bir sual verəcəm. Axırın səbəb Xara Bülbül nişanını döşən yox tapmışsın. Musiqi məktəbində oxuyanda taxmışdım. Neçə il bundan olaydı? Yadıma gəlmir. Təxmin 1-3 il olar. 3 il. Xərcə sən nə vaxt tapmışsın? Xara Bülbül nişanını. Kollecdə oxuyanda taxmışam. Sən? Konsertlərdə. Keçən il taxmışam. Sən öyrəsən? Mən də keçən il sonları Hardasa Universitetində tədbir olmuşdu. Onlarla istifadə eləmişdim. Arifət sən? Mən musiqi məktəbində olanda, xorda iştirak edəndə orada taxmışdım. Hamısından soruşacağım. Ya sən nə vaxt tapmışsan Xara Bülbülü? Mən keçən Xarabülbül festivalına. Bir bundan da bax yəni. Mən də hələ qismət oldu. Mən musiqi məktəbində oxuyanda tapmışam, hələ kasımda durur. Mən musiqi məktəbi vaxtları 3 il bundan qabaq. Xarı bülbülü taxmamışam. Mən Xara Bülbülü keçən il Şuşada Xara Bülbül festivalına tapmışam. Niyə soruşdum bunu? Niyə soruşdum? Ona görə ki, az öncə dediyim kimi 5 il bundan öncə biz hər gün Xara Bülbüllə gəzirdik. Azərbaycanda olsaq, xaricdə getsək, hətta biz hansı konferanslar, konqres arası getmiş olsaq, yenə mütləq onu taxırdıq, göstərirdik. Burada da ölkədə də hamı taxırdı, məktəbdə, tələbələr, nə bilim şagirdlər hamısı. Amma nə oldu? Sonra yavaş-yavaş təəssüf ki, biraz belə adiləşməyə başladı, sanki unutmağa başladıq. İndi ancaq bayramdan bayrama, nə bilim, zəfər günü falan böyle bir hansısa bir tərkibdə. Eyni şey paltarlarımıza da aiddir, eyni şey musiqimizə da aiddir. Yəni biz sahib çıxmasaq, unutacağıq yavaş-yavaş, adiləşəcək və unutacağıq. Ona görə sahib çıxmamız lazımdır. Və o milli ornamenti bir paltarımızın üzərində gəzdirsək, o da çox gözəl olar əslində. Bir tanıtımımızdır bizim, biz tanıdacağıq. Yəni biz çıxacağıq sabah, musiqi ölkəmizi ondan tanıdacağıq. Necə ki dedim sizə, bir Özbək xanımlar bir yüngülcə bir xalat, amma o üzərində olan o naxışlardan bilir ki, bu Özbək naxışıdır. Və hara getsələr, həmin onu geyinirlər rənglərinə, bilirsən ki, bir Özbəkistanı təqdim edir və ya Türkmənistanı. O cürdə bizim təqdim eləməmiz lazım. Düzdür, bizim xanəndələr həmişə deyək ki, muğam üçlükləri adətən milli xüsusi bir paltarla çıxırlar. Bu bir tanıtım oldu həmişə. Amma bunu biraz davam elətdirib, gündəlik geyimimizə də bundan bir dizayn qata bilərik. Onu da siz dizayn bölməsi ilə buradakı kafedrasından danışa bilərsiniz. Niyaz, bir oxuyacaqsınız, sonra da qızlar oxuyacaq, ondan sonra da bitirəcəyik. Bayaq nə demişdiniz? Şurla Bayat-ı Şirazı... Şurun bir hissəsi var Sarənin, sonra oradan Bayat-ı Şirazı. Oradan Bayat-ı Şirazı istəyirik. Gözəl var, min sözə məna verər, bir yol sual eylər.
Gözəl var bir sözə məna verər, bir yol saleylər. Cahanım böylədir, özay qanuni təbiyyətir. Cahanım böylədir, özay qanuni təbiyyətir. Ki əvvəl qaldır alaya, sonra paymal eyləyən. Bizim kimi hələ də bəxtiyar olan yoxdur. Gözəl zamana, gözəl rüzgarımız vardır. Aman 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 ey 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 ey. Göster ey gül yüzünü Nergizini şahla gülsün balayam. Gözlerine şevk eyleyen bülbül şeyda gülsene yaman dayaman. Sabah Hanım'dan Aytaç Han dinleyeceğim. Araz axar dilinə, dəstə dəstə gül elə. Araz axar dilinə, dəstə dəstə gül elə. Mən yarımı sevirəm, şirin şirin dilinə. Mən yarımı sevirəm, şirin şirin dilinə. Ay laçın, can laçın, mən sənə qurban laçın. Ay laçın, can laçın, mən sənə qurban laçın. Bağçaları sarı gül, yarı gönçə, yarı gül. Bağçaları sarı gül, yarı gönçə, yarı gül. Gece açıldım, tez oldum, olmayaydım barı gün. Gece açıldım, tez oldum, olmayaydım barı gün. Ay laçın, can laçın, mən sənə qurban laçın. Ay laçın, Can laçın, mən sənə qurban laçın. Hamınıza teşekkür ederim. Videomuzu çeken hanıma da, bütün hamıya da. Təşəkkürümü bildirirəm ki, bizim üçün bu gözəl şərait yaratmışsınız. Şəraiti üniversitet və fakültə yaradır. Siz bu təşəbbüsü irəli sürmüsünüz də, yəni ona görə sizə təşəkkür edirəm ki, bu cəhdi ilə atmışsınız və çox gözəl də uğurlu bir işdir. Çox sağ olun. Oldu, sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.